Slovakiyanın paytaxtı Bratislavada 28 may müstəqillik günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycanın Slovakiyadakı səfirliyi və fəxri konsulluğu tərəfindən təşkil olunmuş tədbirdə Slovakiya Respublikasının Milli Şurasının sədri Richard Raši, Slovakiya Respublikası Prezidentinin ofis rəhbəri Peter Vodraşka, Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Rastislav Xovanets, Slovakiya Parlamentinin və hökumətinin üzvləri, bu ölkənin Xarici İşlər Nazirliyinin və müxtəlif dövlət qurumlarının səlahiyyətli əməkdaşları, Bratislavada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və diplomatları, Slovakiya ictimaiyyətinin nümayəndələri, o cümlədən elm xadimləri və iş adamları, həmçinin Slovakiyada yaşayan həmvətənlərimiz iştirak ediblər. Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının Müsəlman şərqində ilk dünyəvi və demokratik respublika kimi tarixə düşdüyünü vurğulayıb. Diplomat qeyd edib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik, demokratiya və milli kimlik sahəsində zəngin irs formalaşdırıb. Səfir bildirib ki, Azərbaycan qadınlarına seçki hüququ verən ilk ölkələrdən biri olub və parlamentdə müxtəlif siyasi qüvvələrin, eləcə də etnik icmaların təmsil olunması ölkədə pluralizm və tolerantlıq ənənələrin formalaşmasına töhfə verib. Vüsal Abdullayev müasir Azərbaycanın uğurlarının ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına əsaslandığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin beynəlxalq arenada mövqelərini daha da gücləndirdiyini diqqətə çatdırıb. O, Bakıda keçirilən Ümumdünya Şərhsalma Forumunun 13-cü sessiyasının Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş kimi nüfuzunun göstəricisi olduğunu bildirib. Azərbaycan diplomatı Azərbaycan-Slovakiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edərək, Prezident İlham Əliyevin 2025-ci ilin dekabrında Bratislavaya ilk rəsmi səfərinin əlaqələrdə yeni mərhələ açdığını vurğulayıb. O, Slovakiya parlamentinin sədri Richard Raşinin Azərbaycana səfərinin də parlamentlər arası əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini deyib. Səfir öz nitqini xalqımızın ümummilli lideri Heydər Əliyevin azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir müdrik sözləri ilə tamamlayıb. Tədbirdə fəxri qonaq qismində çıxış edən Slovakiya Respublikası Milli Şurasının sədri Richard Raši çıxışında Azərbaycanın Slovakiya üçün dost və tərəfdaş ölkə olduğunu bildirib. O, Azərbaycana son səfərinin onda dərin təəssüratlar yaratdığını, ölkənin qonaqpərvərliyi və səmimiyyətini yüksək qiymətləndirdiyini deyib. Richard Raši iki ölkə arasında iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiyalar və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Slovakiya şirkətlərinin Qarabağın bərpası layihələrində iştirakını qarşılıqlı etimadın göstəricisi kimi dəyərləndirib. Parlament sədri Bratislava və Bakı birbaşa hava əlaqəsinin xalqlar arasında münasibətlərin inkişafına, turizm, ticarət və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Richard Raši Azərbaycanın zəngin tarixə və güclü mədəniyyətə malik ölkə olduğunu bildirərək, Slovakiyanın Azərbaycanla dostluq və əməkdaşlığı bundan sonra da inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb. Tədbir çərçivəsində qonaqlar səfirlik tərəfindən təşkil olunmuş Azərbaycan müstəqillikdən zəfərə adlı fotosərgi ilə tanış olublar. Sərgidə ümummilli lideri Heydər Əliyevin vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətləri, Prezident İlham Əliyevin müstəqil və güclü dövlət quruculuğu sahəsində gördüyü işlər, habelə Azərbaycan-Slovakiya iki tərəfli münasibətlərindən bəhs edən fotoşəkillər nümayiş olunub. 2020-ci ildə Prezident İlham Əliyevin əsgərlərlə qələbə sevincini paylaşdığı və səmimi anları əks etdirən tarixi fotoşəkil qonaqların diqqətini xüsusilə cəlb edib. Sonda ziyafət verilib. Ziyafətdə Azərbaycan istehsalı olan içkilər qonaqlara təqdim olunub. Habelə Azərbaycanın tarixi, mədəniyyəti və inkişafını əks etdirən, ölkəmizin klassik musiqi əsərlərini ehtiva edən video çarxlar nümayiş olunub.